Din yeni toplumun 2025-ci il toplam ikinci hissəsinin hərəkət və oxşarlıq mövzusunun sualları. Birinci bölmə, simmetriya çevirmələri və paralel köçürmə. Bu arada videonu bəyənib və təqib etməyi unutmayın kanalı. Daha çox uşaqlar faydalansın deyə. Birinci sual. İki nöqtə verilib bizə A və B nöqtələri. Deyir ki, bu nöqtələr ordinat oxuna nəzərən simmetrik olarsa. İndi Y oxuna nəzərən, yəni ordinat oxuna nəzərən simmetriya nə deməkdir? Qısaca bir nəzər yetirək. Deyək ki, A nöqtəsi buradadır, 3-cü rövdə bir yerdədir. Y-ə nəzərən simmetrik olan nöqtəsi də buna B nöqtəsidir. Bu o deməkdir ki, bu nöqtədən A-dan Y oxuna nəzərən olan, yəni Y oxuna qədər olan məsafə ilə B-dən Y oxuna qədər olan məsafə eyni olmalıdır. Çünki Y oxu boyunca qatlasaq, bunlar üstə düşməlidir. O zaman A-nın burada koordinatı x-i -3-dürsə, yəni bu məsafə 3-dürsə, B-nin koordinatı da müsbət 3 olmalıdır. Məsafə eyni olsun deyə. Demək ki, bura 3-dür x-i. Çünki A -3, x-i -3-dür, Y A nöqtəsidir, A qiymətidir. İndi gəldik bura. Y isə sabitdir, Y dəyişmir. Y-ə nəzərən simmetrik olanda Y dəyişmir. Demək ki, bu nöqtədə -2-dir. O zaman burada da -2 olmuş olur. Yəni, nə oldu indi? A -2-dir, B 3-dür. A -2-dir, B müsbət 3-dür. Bu şəkildə olacaq. İkinci sual. Koordinat başlanğıca nəzərən simmetrik olan nöqtələr cütünü göstərin. Koordinat başlanğıca nəzərən simmetriyada A nöqtəsi koordinatları x, y-dirsə, koordinat başlanğıca nəzərən simmetriyası bunun -x, -y-dir. İşarələr dəyişəcək. Baxırıq indi. Görürsünüz, 3, 5, -3, -5. B ilə C koordinat başlanğıca nəzərən simmetrikdir. Başqa varmı? -2, -1, 2, 1. Görürsünüz, bir də bu var. Demək ki, B və C, D və Y, yəni B nöqtəsi. Üçüncü, koordinat başına nəzərən simmetrik olarsa, işarələr dəyişəcək. Bu da -2-dirsə, burada olur müsbət 2, bu -3-sə, burada olmalıdır müsbət 3. A2, B3. A2, B3. B variantı. Dördüncü sual. Apsis oxuna nəzərən simmetrik olan 2 dənə nöqtə verilib bizə. A nöqtəsinin koordinatları -3A-dır, B nöqtəsinin koordinatları nədir? Avtomatik x oxuna nəzərən simmetrik olduğuna görə B olur -3. Məsələn, tutaq ki, nöqtənin biri buradadır, biri buradadır. İndi B-nin koordinatı 2-dir. Bura 2-dir. -3-dürsə, demək ki, B nöqtəsi buradır. -3, 2. O zaman, bu demək ki, B-dən x-ə qədər olan nöqtə ilə x oxundan bu A-ya qədər olan məsafə, bu məsafələr bir-birinə bərabər olmalıdır. X-i dəyişmir, -3-dür, Y-i dəyişir. Görürsünüz, məsafə eyni olsun deyə bu da olmalıdır -2. O zaman A oldu -2, B oldu müsbət 3, -3, -2, -3. Beşinci sual. Paralel köçürmədə 3, -5 nöqtəsi 5, 5 nöqtəsinə keçir. Bu paralel köçürmədə -1, 3 nöqtəsi hansı nöqtəyə keçər? Burada artıq biz x-in, y-in dəyişməsinə baxırıq. Beşinci suala baxıram. 3, -5 nöqtəsi keçib olubdur 5, 5 nöqtəsi. X necə dəyişib, Y necə dəyişib buna baxırıq. Buna x, Y deyirik. Buna da x iştirik, Y iştirik deyirik. İndi x iştirik bərabərdir. 3 idi olub 5. X 2 vaid artıb. Y iştirik bərabərdir. -5 idi olub 5. Y iştirik də 10 vaid artıbdır. Üstə gəl 10. Bu o deməkdir. İndi bizə nə deyir? Deyir ki, bu köçürmədə -1, 3 nöqtəsi hansı nöqtəyə keçər? İndi x 2 vaid artmalıdır. -1-in üstünə 2 gəldik, elədir müsbət 1. Y 10 vaid artmalıdır. 3-ün üstünə 10 gəldik, 13. 1, 13 nöqtəsi. C. 6-cı sual. 2 nöqtələr verilibdir bizə. Deyir ki, koordinat başına nəzərən simmetrikdir. Koordinat başına nəzərən simmetrik olanda sadəcə işarələr dəyişir. Demək ki, A -2-dir, B -3. -2, -3. A-dandır. Digər sual. Paralel köçürmədə 2, -1 nöqtəsi 3, -4 nöqtəsinə keçirsə, bu köçürmədə yenə eyni qayda ilə x, y-in dəyişməsinə baxırıq. Yazıram. 2, -1 nöqtəsi keçib olubdur 3, -4 nöqtəsi. X necə dəyişib, Y necə dəyişib? X iştirik bərabərdir. Bu x iştirikdir, bu da Y iştirik. Ona da x, Y olaraq adlandırırıq. Demək, 2 idi olub 3, 1 vaid artıb. Y isə -1 idi olub -4. 3 vahid azalıb.
İndi gəldik digər nöqtəyə. 3 mənfi 4 nöqtəsi hansı nöqtəyə keçər? X 1 vayda artır 4. Y 3 vayda azar. Mənfi 4-dən 3 çıxdıq. Mənfi 7. 4 mənfi 7 nöqtəsi. X y müstəvisə nəzərən K nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. X y müstəvisə nəzərən deyirsə, X y-in qiyməti sabit qalır. Necə ki, məsələn, X oxuna nəzərən simmetriya deyəndə, X-in qiyməti qalırdı, Y-in işarəsini dəyişirdik. Y-ə nəzərən simmetrik olanda Y-in qiyməti qalırdı, X-in işarəsini dəyişirdik. İndi burada fəzadadır deyə X, Y, Z-dən söhbət gedir. Absis, ordinat və aplikat oxu. X, Y müstəvisinə nəzərən simmetrik olanda X, Y qiyməti sabit qalır, Z-in işarəsi dəyişir. İndi 2, 0, mənfi 3-dürsə olacaq 2, 0, müsbət 3. Yəni devrəmdir. Digər sual 9. Y, Z müstəvisinə nəzərən deyirsə, Y, Z sabit qalır, X-in işarəsi dəyişir. Yəni mənfi 1, mənfi 1, 5. Mənfi 1, mənfi 1, 5. Hansı fiqurun simmetriya oxu yoxdur? Baxaraq indi. Rombun 2 dənə simmetriya oxu var, diaqonallarıdır. Düzbucaqlının 2 dənə simmetriya oxu var, tərəflərin ortasından keçən perpendikulár düz xətlər. Düzbucaqlı trapesiyanın simmetriya oxu yoxdur. Kvadratın 4 dənədir, parçanın da 1 dənə var. Hansı fiqurun simmetriya oxu yoxdur? Eyni qayda ilə şuanın simmetriya oxu yoxdur. Düzbucaqlının var, parçanın var, rombun var, bərabəryanın trapesiyanın var. Şuanın çünki simmetriya oxu, yəni bu sonsuza doğru getdiyinə görə simmetriya oxu yoxdur. Kvadratın neçə simmetriya oxu var? 4 dənə, 2 dənə diaqonal, 2 də tərəflərin ortasından keçən perpendikular düz xətlər. Düzbucaqlının neçə simmetriya oxu var? 2 dənə, tərəflərin ortasından keçən və onlara perpendikular olan düz xətlər var bunlar. Ondan sonra OZ oxuna nəzərən 1, 2, 3 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Bu səfər Z qalır, X-dən Y-in işarəsi dəyişir. Z qalır, 4 qalır, X-dən Y-in işarəsi dəyişir. Mənfi 1, mənfi 2, 4. Yəni B bəndi. 15. Y bərabərdir X düz xəttinə nəzərən simmetrik olarsa, Y bərabərdir X düz xəttinə nəzərən simmetrik olanda bunlar yer dəyişirlər. X-dən Y yer dəyişir. Bir də Y bərabərdir mənfi X olacaq, həm yerin, həm də işarəsini dəyişəcək. İndi mənfi 4 X-in qiymətidirsə, burada olacaq Y-in qiyməti. 3, burada X-in qiymətidirsə, burada olacaq Y-in qiyməti, müsbət 3. A3, B mənfi 4. A3, B mənfi 4. Burada isə mənfi X olanda həm yerini, həm də işarəsini dəyişir. İndi mənfi 3 buradadır, burada olacaq müsbət 3. 4 burada müsbətdir, burada olacaq mənfi 4. Yəni A3, B mənfi 4. Yerləndi. 17. Bu səfər paralel köçürmənin düsturu verilib, hazır. Biz indi baxaq görək, necə dəyişir. 2x 3 vayd azalıb, 2-dən 3 çıxdıq, mənfi 1. Y 1 vayd artıb, 1 idi, olacaq 2. Yəni yerləndi. Eyni şey 18-də var. X 1 vayd azalıb, Y 3 vayd azalıb. Mənfi 1, 1 vayd azaldı, oldu mənfi 2. 0, 3 vayd azalıb, mənfi 3. Mənfi 2, mənfi 3. Y bərabərdir mənfi 1 düz xəttinə nəzərən simmetrik olan nöqtənin koordinatlarını tapın. İndi tutaq ki, bizə verib x, y, A nöqtəsi. Y bərabərdir B düz xəttinə nəzərən simmetriya olanda x-in qiyməti dəyişmir. Tutaq ki, A iştirək, x qalır yerinə. Y-in qiymətini 2B çıxılsın Y olaraq yazmaq lazımdır. Yəni, x mənfi 2 olaraq yerində qalacaq. Y-in qiyməti 2 vurulsun mənfi 1 çıxılsın 3 olacaq. 2 vurulsun mənfi 1 çıxılsın 3. Düstura görə budur. Mənfi 5. Mənfi 2, mənfi 5. Yəni, bu orta nöqtənin koordinatları olmuş olur. Y-ləri toplayıb yarıya böləndə bizə verməlidir həmən bu mənfi 1. Görürsünüz, 3 ilə mənfi 5-i toplayıb yarıya böldük, mənfi 1 verir. Y bərabərdir 3 düz xəttinə nəzərən simmetrik. Yenə x olduğu kimi qalır. Y-i 2 vurulsun B çıxılsın Y olaraq yazmaq lazımdır. Yəni, x-i 2-dir. 2 vurulsun 3 çıxılsın mənfi 1. 2-ni 3-ə vurduq 6, mənfi 1 çıxanda 7. 7. 20-ci sual. 21. A və B nöqtələri C nöqtəsinə simmetrikdirsə, demək ki, A ilə B-nin koordinatlarının cəminin yarısı C-nin koordinatlarını verəcək. Yəni, bu formada. Tutaq ki, bura A, bura B, C-yə nəzərən simmetrikdirsə bunlar,
C orta nöqtənin koordinatlarıdır. Parçanın uc nöqtələri verilib, bizə orta nöqtənin koordinatlarını soruşur. Təsəvvür edin ki. Yəni buradan yazıram. Demək, A-nın koordinatı 2 ilə A üstə gələk 5-dir. B-nin koordinatı B çıxılsın 3 ilə 4-dür. C-nin koordinatları 1, 3-dür. İndi, demək ki, buradakı x-ləri toplayıb yarıya bölündə C-nin x-ini verəcək. Nədir burada? 2 üstə gəl, B çıxılsın 3, bölünsün 2 bərabərdir 1-ə. Yəni, B çıxılsın 1 bərabərdir 2-yə, B bərabərdir 3-ə. B-ni tapdıq. Keçdik indi A-ya. A üstə gəl 5 ilə 4-ü toplayıb yarıya bölürük. Bizə verir C-nin y-ini, yəni 3-ü. Yəni, A üstə gəl 9 bərabərdir 6-ya, A bərabərdir mənfi 3-ə. A mənfi 3, B müsbət 3. A mənfi 3, B müsbət 3 Y bəndi. Növbəti sual. Eyni qayda ilə x-ləri toplayıb, yarıya bölüb, mənfi 4-ə bərabərlik, 6 ilə B plus 2-ni toplayıb, yarıya bölüb, 2-yə bərabərlik. Yəni, A çıxılsın 4, üstə gəl 3, bölünsün 2 bərabərdir, mənfi 4-ə. A çıxılsın 1 bərabərdir, mənfi 8-ə, A bərabərdir, mənfi 7-yə. Sonra B üstə gəl 2, üstə gəl 6, bölünsün 2 bərabərdir 2-yə. Yəni, B üstə gəl 8 bərabərdir 4-ə, B bərabərdir, mənfi 4-ə. Mənfi 7, mənfi 4. 23. A və B nöqtələri verilmiş AB parçasının C orta nöqtəsi ilə OX nəzərən simmetrik olan nöqtəni tapın. İndi birinci C-nin koordinatlarını tapaq. C AB-nin orta nöqtəsidir. C-nin koordinatları 5 ilə mənfi 15-i toplayıb yarıya bölürük. 5 çıxılsın mənfi 15, bölünsün 2 elədi mənfi 5. Mənfi 6 ilə 20-ni toplayıb yarıya bölürük. Topladıq 14, yarıya böldük 7. Demək, C-nin koordinatları nədir? Mənfi 5, 7. İndi deyir ki, bu nöqtənin OX nəzərən simmetrik olan nöqtəsini tapın. OX nəzərən simmetriyasını tapmaq istəyiriksə, X yerində qalır, Y-in işarəsini dəyişirik. Mənfi 5, mənfi 7. 24. A və B nöqtələri verilmişdir. Eynidir də, bunu özünüz yazarsınız. Digəri, OX, Z müstəvisə nəzərən simmetrik olan nöqtəni tapın. X, Z qalacaq yerində. Y-in işarəsini dəyişəcək. Yəni 3, mənfi 5, 4. 3, mənfi 5, 4. Burada da X, Y qalacaq, Z-in işarəsini dəyişəcəyik. 2, 1, mənfi 6. 27-də Y, Z qalacaq, X-in işarəsini dəyişəcəyik. Yəni 1, 2, 1 olacaq. 1, 2, 1. 28. Nöqtələr verilmişdir. Paralel köçürmədə A nöqtəsi AB parçasının orta nöqtəsinə keçir. İndi birinci biz bir orta nöqtənin koordinatlarını bir tapaq. AB-nin orta nöqtəsinin koordinatları. A nöqtəsi mənfi 9, 4, B nöqtəsi 5, 6. C tutaq ki, deyək buna. İndi nə olur? Mənfi 9 ilə 5-i toplayıb yarıya bölürük. Mənfi 9-un üstünə 5 gəldik, mənfi 4, yarısı mənfi 2. 4 ilə 6-ını topladıq, 10, yarısı 5. Demək ki, A nöqtəsi, yəni mənfi 9, 4, paralel köçürmədə keçir ortaya, yəni mənfi 2, 5-ə. İndi görək, X necə dəyişib? X iştirik, Y iştirik, düsturu təyin edək birinci, köçürmənin düsturunu. Mənfi 9 idi olub mənfi 2, demək ki, 7 vahid artıb. 4 idi olub 5, demək ki, Y 1 vahid artıb. İndi bizə nə deyir? Deyir ki, bu köçürmədə M nöqtəsi, yəni 3, 8 nöqtəsi hansı nöqtəyə keçər? 7 vahid artır X eləyəcək, 3-ün üstə 7 gəldik, 10. Y 1 vahid artır, 8-i 1 vahid artırdıq, 9. 10, 9. 29 da eyni sualdır, özünüz yazarsınız. 30, X-Y müstəvisə nəzərən, bu səfər X-Y qalır, Z dəyişir. 0, mənfi 1, 2. 0, mənfi 1, 2. 31, paralel köçürmədə, yenə paralel köçürmədir. Mənfi 2, 1, mənfi 1, 3 nöqtəsinə keçirsə, mənfi 1, 1 hansı nöqtəyə keçər? Mənfi 2, 1, mənfi 1, 3 nöqtəsinə keçibsə, mənfi 1, 1 hansı nöqtəyə keçər? Mənfi 2 idi olub, mənfi 1, 1 vahid artıb. Mənfi 1, 1 vahid artırdıq, 0 elədi. 1 idi olub 3, 2 vahid artıb. Bunu 2 vahid artırdıq, oldu 3. 0, 3 nöqtəsi. Eyni buradadır. 32-də eyni sualdır, özünüz yazarsınız. 33. Y bərabərdir 2 düz xəttinə nəzərən 2 mənfi 1 nöqtəsinə simmetrik olan nöqtə. Yenə Y bərabərdir B düz xəttidir. X olduğu kimi qalır. 2-ni vururuq 2-yə, çıxırıq mənfi 1-i. 4, mənfi 1 çıxdıq 5. Yəni C bəndi.
Yəni, düsturu budur. Bir daha yazıram. Açdırıq. Y bərabərdir B-yə nəzərən simmetrdən söhbət gedirsə, açdırıq. X olduğu kimi qalır. Bu da 2B çıxılsın Y olur. Eyni şey buradadır. X olduğu kimi qalır. 2-ni mənfi 2-yə vurduq. Mənfi 4, mənfi 5 çıxanda 1. Mənfi 3, 1 nöqtəsi. 35. O Y, Z müstəvisə nəzərən. Görürsünüz, Y, Z qalacaq. X-in işarəsi dəyişəcək. Mənfi 1, 1, 1. D-bəndir. 36. Şəkildə düzbucaqlı koordinat sistemində ABC düzbucaqlı üçbucağı verilmişdir. Bu üçbucağın sadə dəqiqələbinin hərəkətli istiqamətinə koordinat başına nəzərən 90 dərəcə döndərildikdə hansı üçbucağı alınır? Yəni, düşünün ki, bu nöqtələrin hər birini 90 dərəcə döndəririk. Yəni, bura 0, 1, 2 desək, A nöqtəsi sadə dəqiqələbinin hərəkətli istiqamətinə bu formada dönməlidir. Onda bu gələcək A nöqtəsi bura. Sonra C nöqtəsi gələcək düşəcək 1, 2, 3 olduğuna görə 3 vahid düşəcək bura C. B də 1, 2, 3, 4, 5, 6 desək 1, 2, 3, 4, 5, 6 gəlib düşəcək bura. Üçbucağımız olmalıdır bu şəkildə. İndi bu şəkilə uyğun hansıdırsa o. Baxaq görək hansıdır. Görürsünüz, B bəndi. Cavab B olacaq. Digər sual. O da eyni şey. Bu səfər əksi istiqamətində gedir. Sadə dəqiqələbin əksi istiqamətində gedirsə, belə gedəcək. Yəni, A nöqtəsi gəlib düşəcək bura. 90 dərəcə döndü bura. Bu oldu A nöqtəsi. C nöqtəsi 1, 2, 3 olduğuna görə 1, 2, 3. C nöqtəsi düşəcək bura. B nöqtəsi də 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6 gəlib düşəcək bura. Bu şəkildə bir fiqur olmalıdır. İndi görək bu hansı variantdır? Onu tapaq. Gördünüz? D variantı. Olacaq düzgün cavabı. 38. Üçbucağın təpələri 0, 0, 0, 6, 8, 0 nöqtələrdir. Paralel köçmədə A nöqtəsi AB düzbucaqlı üçbucağın təm bölənlərinin kəsiş nöqtəsinə keçərsə. Yəni, burada bir yer açsam. Bunu da koordinat müstəvisində qurmağa çalışaq. Aydın görəcəksiniz. Nöqtənin biri buradır, 0, 0. Biri 0, 6. Deyək ki, 6 bura düşür. Biri də 8, 0. Deyək ki, bu da bura düşür. Yəni, bunu belə birləşdirdik. Aha, bax bu. Bura O nöqtəsidir. Bu A nöqtəsidir. Bu da B nöqtəsidir. İndi bizə deyir ki, A nöqtəsi 0, 6. AOB düzbucaqlı üçbucağının təm bölənlərin kəsişmə nöqtəsinə keçir. Təm bölənlərin kəsişmə nöqtəsi bizə verirdi üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzini. Ona görə də demək ki, bu üçbucağın daxilində çevrə var. İndi bunu da təyin etdikdən sonra bizə lazımdır çevrənin radiusu. İndi bu çevrənin radiusunu necə tapırdıq? Bu R. Onu çəksəm, bu da R. R bərabərdir. A üstə gəl B çıxılsın C bölünsün 2. AB katetdir, C hipotenuzdur. Katetlər 6, 8, C hipotenuz 10'dur. Fagor teoreminə görə. Da onu yazmadım. 6 üstə gəl 8 çıxılsın 10 bölünsün 2 elədi 2. Demək, radiusun uzunluğu 2'dir. Yəni bu məsafə də 2'dir, bu məsafə də 2'dir. Onda bu nöqtənin koordinatları 2, 2 olmuş olur. O zaman mərkəzin koordinatı bir dənə bir M ilə işarələdik. 2, 2 oldu. İndi deyir ki, A nöqtəsi 0,6 gəlib düşür 2,2-yə. Onda X necə dəyişib? X 2 vaid artıb, buna X işdirib, Y işdirib, X, Y desək, X 2 vaid artıb, Y 4 vaid azalıb. 6 idi, olub 2. Bunu təyin elədik. Paralel köçürmənin düsturunu təyin elədik. İndi sualın arxasını oxuyaq. Keçirsə, bu üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hansı nöqtəyə keçər? İndi, düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi gəlib düşür hipotenuzun ortasına. Hipotenuzun ortasına düşürsə, onu buradan hələ ki müvəqqəti olaraq hiss edeyim, bizə 10 mane olar. Burada tutaq ki, bir N nöqtəsi deyək, parçanın orta nöqtəsinin koordinatları olmuş olur. A 0,6'dır, B 8, 0'dır. İndi bu nöqtənin koordinatlarını tapaq. 0 ilə 8'i toplayıb yarıya bölürük 4. 6 ilə 0'ı toplayıb yarıya bölürük 3. İndi bizə deyir ki, 4, 3 nöqtəsi hansı nöqtəyə keçəcək? X 2 vaid artacaq, olacaq 6. Y 4 vaid azalacaq, olacaq mənfi 1. 6, mənfi 1 nöqtəsi. 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 6, mənfi 1 nö
39. Koordinat başlığına nəzərən simmetrik olan M və N nöqtələri üçün uyğunluğu müəyyən edin. Koordinat başlığına nəzərən simmetrik olanda X ilə Y yer dəyişir. Daha doğrusu işarəsini dəyişir. Yer dəyişmir, işarəsini dəyişir. Baxırıq indi. Burada 5-dirsə, bura mənfi 5 olmalıdır. 7-dirsə, mənfi 7-dirsə, müsbət 7 olmalıdır. Sonra mənfi 4-dirsə, müsbət 4 olacaq. Mənfi 8-dirsə, müsbət 8 olacaq. Mənfi 6-dırsa 6 olacaq. 10-dursa mənfi 10 olacaq. İndi təyin edək. X vurulsun Y mənfi 35-dir. Bəli. X üzrə Y mənfi 4-dür. Hansında var bu? Üçüncüdə var. X plus Y 2-dir. Birinciyə aiddir. X mənfi 32-dir. Yoxdur. X üzrə Y 12-dir. Bəli. Çünki bu müsbət 30 gedir. 40-cı sual. Eyni sualdır. Özünüz yazacaqsınız. 41. X 2 vahid azalıb, Y 1 vahid artıb, Z 1 vahid azalıb. Paralel köçmə əsası uyğunluğunu müəyyən edin. Baxaq indi. Birinciyə aid. X 2 vahid azalıb, Y 1 vahid artıb. Bu olmadı. X 2 vahid, bu da olmadı. X 2 vahid azalıb, Y 1 vahid artıb, Z 1 vahid azalıb. Görürsünüz, A ilə D. A və D paralel köçürmədir. Bu oldu C. Sonra keçdik bura. X 2 vahid azalıb, deyək ki budur. Y 1 vahid artıb, Z 1 vahid azalıb. Bəli, A ilə B. Burada A, B-yə keçir. A yarır bura. Keçdik bura. X 2 vahid azalıb, mənfi 2-yə düşür. Y 1 vahid artıb, Z 1 vahid azalıb. Burada da A ilə C. A və C nöqtəsinə keçir. Daha doğrusu A nöqtəsi C nöqtəsinə keçir. Bu da oldu belə. 42-ni özünüz yazarsınız. 43, çünki eyni şeydir də. 43, M3 mənfi 2 nöqtəsinə nəzərən simmetrik olan bu nöqtələr arasındakı uyğunluğu müəyyən edin. Yəni, bu nöqtəyə nəzərən simmetrik o deməkdir ki, bax, bu koordinatlar verir və A1 ilə A2 göstərim burada. Bu A1, bu da A2, burada M desək, M nöqtəsi A1, A2 parçasının orta nöqtəsidir. Toplayıb yarıya böləndə bizə verməlidir bunu. A2 haradadır? A2 də yəqin ki, yuxarıda bir yerdədir. Gəlin bunu yazım, burada belə aşağı yuxarı getməyim deyə 44 yazım, çünki eyni tip sualdır da, burada rahat görünsün, ikisi də bir yerdədir. Eyni şeydir. A1, A2, burada M nöqtəsi. İndi A1-in koordinatları və A2-nin koordinatları toplayıb yarıya böləndə bizə bunu verməlidir. Yəni, X-lərini toplayıb 2-yə vursaq, bunu 2-yə vursaq onu verir bizə. 2-yə bölsək bunu verəcək bizə. 2 ilə 2-ni topladıq, 4 yarıya böləndə olmur. Mənfi 3 ilə 5-i topladıq, 2 yarıya böləndə 1. Bu ola bilər, bu ikisi. 2 ilə mənfi 8-i topladıq, mənfi 6 yarıya böləndə mənfi 3 verir. Bəli. Demək ki, bu gəldi bura. Yəni, B variantı 2-yə uyğundur. Sonra 0 ilə 2-ni toplayıb yarıya böldük, 1-i verdi. 5 ilə mənfi 11-i toplayıb yarıya böldük, mənfi 3-ü verdi. Demək ki, A 3-cüyə uyğundur. 2 ilə 0-ı topladıq, yarıya böldük, 1. 0 ilə 6-nı topladıq, yarıya böldük, 3 olmadı. 2 ilə 0-ı topladıq, yarıya böldük, 1. 0 ilə mənfi 6-nı toplayıb yarıya böldük, mənfi 3, bu oldu. Başqa varmı? Baxıram. C hansına uyğun gedir? 0 ilə 0 yarıya böldük, 0, mənfi 3 ilə mənfi 5 yarıya böldük, mənfi 4 olmur. Məsələn, budur. Y, B, A. 45-ci sual. Nöqtələr OY oxuna nəzərən simmetrik, OX-ə koordinat başlanğıcına və X-lə mənfi X üstət nəzərən simmetriya. OY-ə nəzərən simmetriya olanda deyirik ki, Y qalır, X yerini dəyişir. Görürsünüz, 2-yə uyğundur A. Y qalır, X dəyişir. OX-ə nəzərən simmetriya olanda X qalır, Y dəyişir. X qalıb, Y dəyişib işarəsini B. Koordinat başlanğıcına simmetrik olanda X-lə Y işarəsini dəyişib C. Y bərabər X üstət nəzərən simmetriya, X-lə Y yeri dəyişib, bəli, D. Mənfi X-ə nəzərən həm yerin, həm də işarəsini dəyişməlidir. Bu da yoxdur iş bölümündə, bu qədər. Növbəti sual 46. Eyni sualdır, bunu da özünüz yazacaqsınız.
47 uyğunluğu müəyyən eləyin. O x-ə nəzərən simmetrikdirsə x qalır. A demək burada 3-dürsə burada da 3-dür. Y işarəsini dəyişir. Bu -5-dir. Nöqtələri koordinat başına nəzərən simmetrikdirsə sadəcə yerləri dəyişir. Daha doğrusu işarələri dəyişir. Bu olur -1, bu olur -4. Nöqtələri y bərabər x düz xəttinə nəzərən simmetrik olanda yerləri dəyişir. A, x burada y 2-dirsə burada x 2 olmalıdır. Burada y -3-dirsə burada x -3 olmalıdır. İndi bunlara uyğun yazaq. Cəmi 3-dür. Hansının cəmi 3-dür? 2-dədir. 4-dən -1-in cəmi 3-dür. Hasili -6-dır. Hansında var bu? C, 3-cüdə 2 vurulsun -3, 6-dır. -6. Cəmi 5-dir. Var mı 5 olan? Yoxdur. Cəmi -2-dir. Birincədədir. Hasili -4-dür. Bu da ikincidədir. Digər sual. Eyni özünüz yaza bilərsiniz. Keçdim 49-a. ABCD kvadratın diagonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında yerləşirsə, uyğunluğu müəyyən edin. Yəni, bu koordinatlar bir-birinə simmetrik yerləşibdir. Y bərabərdir x düz xəttinə nəzərən simmetrikdir. Y bərabərdir x düz xətti ortadan belə bir şey çəksək, B ilə D olmuş olur, görürsünüz. B və D. Y bərabərdir x düz xəttinə nəzərən simmetrik olmuş olur. O y-ə nəzərən simmetrikdir. Y sabit qalıb, x dəyişib. B və C, A və D. B ilə C, A ilə D. Sonra o x-ə nəzərən simmetrik o demək ki, C ilə D, A ilə B. B və A, C və D. Bu da belə. Keçdik digər suala. 50-ci sual. Koordinatları bir dənə yazın burada, hazır verib bizə. C-nin koordinatı 4, 3, D-nin koordinatı 4, -3. B-nin koordinatı -4, 3, A-nın koordinatı -4, -3. İndi bir baxaq. Koordinat başlanğıcında simmetrik hansıdır? A və C-dir, B ilə D-dir. A ilə C. Var mı? A və C var. Y. B və D var mı? Yoxdur. X 8 vayt artır, Y dəyişməyibdir. Görürsünüz, bu Y-ə nəzərən simmetrik olan nöqtələrdir. B ilə C, A ilə D. B, C, A, D. Aha. Bu səfər X sabit qalıb, Y 6 vahid dəyişib. Bu da X-ə nəzərən simmetriya deməkdir. X sabit qalıbdır. Görürsünüz, A ilə B var, var. Bir də C ilə D var, o da var. Bu da oldu 50. 51. AOB düzbucaqlı üst bucağında OB 8-dir. Yəni bu nöqtə 8-dir. OA 12-dir, bura 12-dir. M nöqtəsi üst bucağın xaricdən çəkilmiş çevrənin mərkəzidir. Yəni bura belə yazaq da 0,8 nöqtəsi budur, 12,0 nöqtəsi budur. Onda M-in koordinatı 0 ilə 12-ni toplayıb yarıya böldük 6, 8 ilə 0-ı toplayıb yarıya böldük 4. Niyə? Çünki hipotenuzun ortasına düşür. Hərəkət nəticəsində M nöqtəsi N nöqtəsinə keçərsə uyğunluğu təyin edin. N hanı? N yuxarıda olacaq. Bir dənə baxaq görək. M-in koordinatı 6, 4-də bunu bildik. M-in koordinatı 6, 4-dür. İndi M N-ə keçir. Mənfi Y və OX oxuna nəzərən ardıcıl əks etmələrin nəticəsidir. Birinci Y-ə nəzərən simmetriya olanda, bax, birinci Y-ə nəzərən deyiriksə, Y sabit qalır, X dəyişir, -6, 4. Sonra da o X-ə nəzərən simmetrik olmuş olur, çevrilir. X sabit qalır, Y dəyişir, -6, -4 olmuş olur. Yəni, bu oldu A bura uyğun. Sonra -6, 4 olması üçün 6, 4-dür. -6, 4 olması o Y oxuna nəzərən simmetrikdir. Çünki Y sabit qalır, X-in işarəsi dəyişir. 6 -4 olursa, 6 -4 olanda görürsünüz, X sabit qalıb, Y dəyişir. Bu da o X-ə nəzərən simmetriya deməkdir. Y bərabərdir X düz xətt nəzərən simmetriya yerləri dəyişməlidir. Yoxdur. Hərəkət koordinat başına nəzərən əks etməlidir. 6, 4 işarə dəyişir. -6, -4 gəlir, düşür birinciyə. D heç birində yoxdur.
Digər sual 52. Diaqramda ABC nöqtələrinin koordinatları verilmişdir. Paralel köçürmədə A nöqtəsi AB-nin ortasına keçir. Birinci koordinatları yazaq. A-nın koordinatları demək 6, 8. B-nin koordinatları 4, 10. C-nin koordinatları 5, 9. İndi deyir ki, A nöqtəsi AB-nin ortasına keçir. İndi AB-nin ortası A 6, 8'dir. B 4, 10'dur. AB'nin ortası tutaq ki bir M nöqtəsi deyək. Koordinatları toplayıb yarıya bölürük. 6 ilə 4, 10, yarısı 5. 8 ilə 10, 18, yarısı 9. İndi 6, 8 nöqtəsi keçib 5, 9 nöqtəsinə. Bu paralel köçürmədə C nöqtəsi hansı nöqtəyə keçər? C-də 5, 9'dur. 5, 9 hansı nöqtəyə keçir? Baxırıq indi X-ə. 6 idi olub 5, 1 vahid azalıb. 5 idi olacaq 4. 8 idi olub 9, 1 vahid artıb. 9 idi, 1 vahid artır, olur 10. Düsturları təyin edib yazmaq lazımdır bu şəkildə. Mən sonradan yazmış oldum, olsun. X çıxılsın 1 bu eləyir. Y iştirik bərabərdir. Y üstə gəlsin 1 də bu eləyir. Buna uyğun da belə artır. Digər sual 53. Eyni sualdır da bunu özünüz yazarsınız. 54. A nöqtəsi 10, -3 və bu nöqtə B nöqtəsi verilir. Paralel köçürmədə B nöqtəsi A nöqtəsinə keçirsə, -2, 7 keçib 10, -3'ə. İndi X necə dəyişib? X, Y, X iştirik, Y iştirik. X iştirik bərabərdir. -2-dən 10 olubsa, demək ki, X 12 vahid artıb. Y iştirik 7-dən -3'ə düşübsə, Y 10 vahid azalıb deməkdir. İndi bizə nə deyir? Bu paralel köçürmədə AB-nin orta nöqtəsi. AB-nin orta nöqtəsi bir M nöqtəsi təyin edək. Parçanın orta nöqtəsinin koordinatları, uzunları toplayıb yarıya bölürük. 10 ilə -2, 8, yarısı 4. -3-dən 7-ni topladıq 4, yarısı 2. İndi 4, 2 nöqtəsi hansı nöqtəyə keçəcək? X 12 vahid artıb. 4-ün üstü 12 gələndə 16. Y 10 vahid azalıb. 2-dən 10 çıxdıq. -8. Bu nöqtəmiz olacaq bu. Sonra 55. Funksiyanın qrafikinin koordinat başlanğıcından simmetrik çevrilməsindən alınan parabolanın təpəsinin koordinatlarını tapın. İndi Y bərabər 55-ci sual. Y bərabərdir x kvadratı çıxılsın 4x üstə gəl 8. Biz bunu belə yaza bilərik. X kvadratı çıxılsın 4x üstə gəl 4 üstə gəl 4. Yəni x çıxılsın 2-nin kvadratı üstə gəl 4. Bir daha yazıram. X çıxılsın 2-nin kvadratı üstə gəl 4. Demək ki, O nöqtəsi, yəni təpə nöqtəsinin koordinatları 2, 4'dür. Bunu da təxminən çəksək. Buralarda bir yerdə düşür. 2, tutaq ki, bu da 4 və Y-i də gəlib kəsəcək 8-də. Burada 8. İndi nə deyir? Koordinat başına nəzərən simmetrik çevrilməsindən. Demək ki, bu 2, 4-dürsə olacaq -2, -4. Bu şəkildə təpə nöqtəsi gəlib düşəcək bura və parabolamız Y-də -8-də keçəcək. Təxminən belə bir qrafikimiz olacaq. İndi bizə nə deyir? Təpə nöqtəsinin koordinatlarını tapın. Burada 2, 4 idisə, burada -2, -4 olmuş olur. Çevrilmədə, koordinat başlanğıcına çevrilmədə x-dən y işarəsini dəyişir. Bütün qiymətlər işarəsini dəyişir. Bu da oldu onun təsviri. 56. K-nın hansı qiymətində nöqtələr koordinat başlanğıcına simmetrik olur? Koordinat başlanğıcına simmetrik olması sadəcə bir-birinin əksinə bərabər olması deməkdir. Yəni, A-nın koordinatı -4, 56-ya baxırıq. K kvadratı çıxılsın 8K üstə gəl 12. B-nin koordinatı K kvadratı çıxılsın 7K üstə gəl 14 və bu da 3-dürsə. Demək ki, bu -4-dürsə bura müsbət 4-dür. Bu 3-dürsə bura -3-dür. Yazırıq indi. K kvadratı çıxılsın 8K üstə gəl 12 bərabərdir -3-ə. K kvadratı çıxılsın 7K üstə gəl 14 bərabərdir 4-ə. Bu sistemi həll etməliyik. Ortaq həllini tapmalıyıq indi. K kvadratı çıxılsın 8K, bu 3-ü keçirik bu tərəfə, üstə gəl 15 bərabərdir 0-a. Normal bunu vuruklara ayırma ilə, viyetlə, nə bilim, diskriminantla, nə ilə istəsə yaza bilərik.
Mən belə yazıram. K çıxılsın 3-dən K çıxılsın 5 vurukları ayırma ilə yazdım. K çıxılsın 3 bərabərdir 0-a, K bərabərdir 3-ə, K çıxılsın 5 bərabərdir 0-a, K bərabərdir 5-ə. 2 kök burada. Digərini yazırıq indi. K kvadratı çıxılsın 7K üstə gəl 14 bərabərdir 4. K kvadratı çıxılsın 7K üstə gəl 10 bərabərdir 0-a. Bunu da K çıxılsın 2, K çıxılsın 5 ilə yazsaq, yəni K çıxılsın 2 bərabərdir 0-a, siz diskriminantla yazarsınız. K çıxılsın 5 bərabərdir 0-a, K bərabərdir 5-ə. Ortaq kök görürsünüz 5-dir. Hər ikisini ödəyəm. Ona görə də 5-i götürdük. Simmetriya mərkəzi koordinat başlanğıcında olan ABCD rombonun C nöqtəsinin koordinatları 8, 0-dır. Yazaq indi bunu. Yəni, romb çəkirəm. Rombu bu formada çəkim bu səfər. Bu rombumuz C nöqtəsinin 8, 0-dır. B nöqtəsi 0, 6-dır. Elə belə olsun. Bizim koordinat oxlarımız. Bu Y-dir, bu da X-dir. İndi C nöqtəsinin koordinatı 8, 0. Demək, bura C-dir. 8, 0 olması bunu göstərir. B nöqtəsinin koordinatı 0, 6. Burada B-dir. 0, 6. Yəni, burada 6-dır. Bizdən paralel köçmədə B nöqtəsi C nöqtəsinə keçirsə, A nöqtəsi hansı nöqtəyə keçər? Bura A deyək, burada D deyək. B C-yə keçirsə, avtomatik A da D-yə keçir onsuz da. Bu məlum məsələdir. Çünki rombun diaqonalları perpendikulyardır. Kəsir kəsim nöqtəsində yarıya bölünür. Bura 8-dirsə, bu məsafə də 8 olacaq. Olacaq mənfi 8, 0. Sonra eyni şəkildə buna aiddir. Bura qədər 6-dırsa, bu da mənfi 6 olmalıdır. 0, mənfi 6 da budur. İndi B nöqtəsi C nöqtəsinə keçirsə, başqa bunu deyir, B C-yə keçirsə, yəni 0, 6 keçibdir, 8, 0 olubdur. Yəni, X 8 vayda artıb, Y 6 vayda artıb. İndi A nöqtəsi mənfi 8, 0 nöqtəsi, 8 vayda artacaq olacaq 0, bu 0, 6 vayda artıq olacaq, 6 vayda azalıb burada. 6 vayt azalacaq, olacaq mənfi 6. Burada yazmalıyıq. X iştirik, Y iştirikində açıq sualdır deyə yazmalıyıq. Belə X iştirik bərabərdir. X üstə gəl 8, Y iştirik bərabərdir. Y çıxaq 6. Bu formada olur. Yəni, bu A-dırsa, bu da D nöqtəsidir. A da keçir D nöqtəsinə. Digəri də bunun kimi olacaq. Onu da özünüz yazarsınız.